Salam. Hamını salamlayıram, hamıya xoş gün, can sağlığı. Bütün sahələrdə, işlərində uğurlar arzu edirəm. Bu günləri 24 iyun 2026-cı il. Artıq 25 iyundur. Yəni, bu günləri Aşura günüdür. Aşura nədir? Aşura ərəb dilində 10 deməkdir. Yəni, Məhərrəmlik ayının 10-cu günü. Ümumiyyətlə, sizə müsəlman təqvimindən deyim. Müsəlman təqvimində Məhərrəm birinci aydır. Yəni, aylarda necə bizdə yanvar, fevral, mart başladığına görə biz burada da hesab edin ki, birinci ay Məhərrəmlikdir. Və Məhərrəm ayının da birinci 10 günü müsəlmanlarda, yəni bütün dünya müsəlmanlarında İmam Hüseynə təziyə saxlayırlar. Nə deməkdir bu? Yəni, bu dinin tarixidir, İslam dininin tarixidir və İslam dininin əsasını təşkil edənlərdən biridir. Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmin qızının nəvəsi, yəni qız nəvəsi İmam Hüseyn öz ailəsi ilə və qohum-əqrəbəsi ilə Mədinə şəhərindən çıxıb, yəni mən bunu qısa deyirəm, görür ki, ölkədə haqsızlıqdır, ölkədə hakimiyyət xalqa zülm eləyir. Yəni, insanlar zülm içindədir, əziyyət çəkirlər. Yəni, belə deyək də, heç bir qanun qayda yoxdur. Xalq əzilir və bu da dözə bilmir. Yəni, bu bir imam, yəni dini rəhbəri kimi burada iki yolu var idi. Ya cihad eləmək, cihad əmri ilə müharibə eləmək, qan tökmək və yaxud icrət eləmək. Yəni, bunun ikisindən birinə bu seçdi icrəti, yəni ki, ölkəni tərk eləsin. Həmin vaxtı Kufə cəmaatı, yəni Kufəlilər məktub yazdılar ki, sənin qardaşın İmam Həsən bu xəlifə biz seçdik, amma Muaviyə onun əlindən aldı, belə oldu, elə oldu. Yəni, o vaxtı bilirsiniz onların tarixini. Muaviyə haqsızlıq elədi, ona qarşı 40 min qoşunla gəldi Kufiyə və bu günlər istəyirik ki, ya İmam Hüseynə yazdılar, gələsən bura və biz səni xəlifə təyin edək və sənin arxanda dayanacağıq və sənin yolunda biz uğraşacağıq və s. Yəni, onlar büyük məktublar yazdılar. Həmin vaxtı İmam Hüseyn öz yaxınları ilə az olmayıblar. Təqribən orada bəzi mənbələrdə 2000, 2500, 1500 və çox adam olub orada. Gəldi, məskən saldı harada? İndiki Kərbəla çölündə. Və Kərbəlada o bilirdi, yəni imamlar onlara yan olur, bilirdi ki, burada nələr baş verəcək, faciələrin hamısına xəbəri var idi. Və orada o küfəllər yenə necə ki, İmam Hüseyni, necə Əli əleyhissalamı, necə onlara qarşı, yəni həm demişlər sizin də Allah yanacaq, sonra pula satıldılar, var dövlətə satıldılar. Yenə də hakimiyyətdə olanlar öz hakimiyyətini saxlamaq üçün dövlətin tərəfindən keçdilər və cəmaata, qəbilə başlarına pul payladılar. Həmin vaxtda, necə indiki zamanda kimi yaltaqlar var idi, 200-lü riyakarlar var idi, pula satılanlar, vəzifəyə satılanlar və onlar keçdilər hakimiyyətin tərəfinə və üz söndürdülər var dövlətə görə, pula görə dindən, İslam dinindən, belə deyək. Yəni, İmam Hüseyin İslamın özü idi, dinin özü idi, yəni imam idi. Peyğəmbərin nəvəsi idi, Əlinin oğlu idi. Bunu hamısı bilirdi. Və həmin vaxtı Yezid öz dəstəsi ilə yığdı başına bütün o yanındakıları. Onun yanında da Yahudi var idi. Bəzi yerlərdə Xristiyandı, amma mən deyərdim Yahudi idi. Yəni, onu filmdə də görmüşsünüz Yezidin yanında. Yezid o adamdır ki, öz atasını qətlə yetirib, yəni öldürüb, belə deyək, ağır vəziyyətdə barmağından üzü çıxardı, barmağına taxıb və hakimiyyəti zəbt eləmiş bir adamdır. İçki düşkünü və s. Bu adam təsəvvür edin ki,
əmr verdi ki, o İmam Hüseynin ya ölüsün, ya dirisin mənim üçün gətirin. Əvvəl vasitə saldı, məktub göndərdi, adam göndərdi ki, İmam Hüseyn Yezidi xəlifə kimi tanısın. Yəni burada məqsəd nə idi? Yəni İmam Yezidi ölkə başçısı kimi tanımalı idi. Yəni o təsdiq eləsəydi artıq bütün xalq ona biət eləyəcəkdi. Yəni sən deyir, mən biət eləyəcəm, mən sənə toxunmuram, sənə nəsə verirəm, yəni vəzifə verirəm və s. İmam Hüseyn də bilirdi ki, bu adam çox belə deyək, dindən uzaq və əyyaşın biridir, normal adam deyil. Yəni bunu bütün dini kitablar yazırlar, tarixdə də var və o heç vaxtı buna getmədi və getməzdi. Və nəhayətdə böyük bir qoşunla gəldilər. İmam Hüseyn dedi ki, mənə icazə verin, mən bu ölkədən çıxıb gedirəm. Yəni indiki Azərbaycan torpaqlarına tərəf gəlirdi. Yəni Türkiyə bu ərazilərə gəlmək istəyirdi. Çünki onun yoldaşının biri Şahzadə olur deyəsən adı. Bizim yəni Azərbaycanlılardan idi, tabii o Türk idi. Nəysə, çox dəhşətli bir hadisələr baş verdi. Yəni tarixdə heç vaxtı belə bir hadisə olmayıb. Yəni belə bir dəhşətli, faciəvi, düzdür, çox faciələr biz yaşamışıq Azərbaycan xalqı. Yəni bu onlardan da bir dəhşət. Yəni bir kəlmə desəydi ki, mən Yezidi qəbul edirəm, yəni ondan sonra buna heç nə olmayacaqdı. Amma Yezid 30 minlik qoşunla gəldi. Həmin bu Məhərrəmlik ayının birində, mən bir yaxud dedim ki, Məhərrəmlik ayı müsəlmanların birinci ayıdır. Mühasirəyə aldı və mühasirədə saxladı. 10 gün. Yəni ayın birindən 10-una kimi. Və mühasirədə saxladığı müddətdə indi sual çıxa bilər ki, niyə hücum eləmirdi? Niyə elə bir dəfəyə gələrdi 30 min adam, bunlar da ki 1000 nəfər, 1500 nəfər, yəni az adamdır. Yəni o istəyirdi ki, tabe eləsin. Yəni adamlar göndərirdi, vasitəçi göndərirdi ki, məni qəbul eləginən bir xəlifə kimi, çünki Muaviyə tapşırmışdı ki, Nabada imam və imamın qardaşına, uşaqlarına qarşı gedəsən. Yəni getsən, sən məhv olacaqsan. O tapşırmışdı bizdə. Bu vaxtı indi orada bəzi məqamlar var. Məsələn, orada Hürr var idi. İmam Hüseynin yaxın dostu olub, yəni belə deyək, sirdaşlarından biri olub. O da orada Yezidin dəstəsində idi. Sonra elə oldu ki, Allah Taala'nın əmri ilə keçdi İmam Hüseynin tərəfinə və şəhid oldu. Şəhid olanlardan birincisi o idi. Yəni orada bir, sonra deyərim axırda bu məqamda. Yəni 10 gün mühasirə zamanı hər gün ağlaşma, hər gün aclıq, axırıncı ümumiyyətlə 3-4 gün suyunda qabağını kəsdilər ki, su vermədilər ki, bunlar təslim olsunlar. Bunların fikirləri İmam Hüseyni və ailəsini və onun yaxınlarını təslim edir. İmam Hüseyn də dedi ki, ay mənim yaxınlarım, biz burada şəhid olacağıq hamımız. Mən qəbul eləməyəcəm və mənim ailəm qəbul eləmir Yezidin hakimiyyətini və hamımız burada şəhid olacağıq. Və kim istəsə, yəni azaddır, gedə bilər. Gördü, cəmaət getmək istəmir. Axşam qaranlıq düşəndən sonra ocaqları söndürdü. Yəni bu axırıncı, belə deyək, 9-cu günü bildi ki, axırıncı günləri qalıb, 1-2 günləri qalıb. Şam-ı Qəriban deyirlər, o Qəriban şamları da söndürdü, hər yanı söndürdü və insanların çoxsu getdi və qaldı 72 nəfər. İndi burada bir məqam dedim ki, orada bizim bu Azərbaycandan gedən, Azərbaycan uşaqlarından, canlılarından, cəngavərlərindən 2 nəfər də olub və onlar sırf
İmam Hüseynin müdafiəsini gediblər. Yəni bu günlərdə siz özünüz görürsünüz ki, bütün dünyada, yer kürəsində imam və imam nəslini ən çox sevən və onlara biət edən və onları öz qəlbində qəlbən istəyən ancaq Azərbaycan və Azərbaycan türkləridir. Yəni bunu yəni başqaları deyə bilər. Yəni Oğuz türkləri, Azərbaycan türkləri çox, yəni bizim içimizdə olanlar hamısı bunu bilirlər. Və həmin gecə 72 nəfər qaldı. Səhərsi gün böyük müharibə oldu. Təsəvvür edin ki, bir nəfər imamın dəstəsindən, məsələn, orada Həzrət Abbas əleyhissalam tək bəlkə də bir 40, 50, 70 nəfəri onlarda cəhənnəmə vasil elədi. Və həmçinin o biri qardaşları, yəni Həzrət Abbas əleyhissalam o qardaşları ilə gəlmişdi, 4 qardaş idilər. Ümumiyyətlə İmam Hüseynin bazı qardaşı, yəni ən yaxını, bəzi yerdə 34 nəfər, bəzi yerdə 36 nəfər qeyd olunur və qalanları da yaxın adam və əqrəbələridir. Yəni əmoğlu, dayıoğlu, xalaoğlu, yəni yaxın, ən yaxın nəsil deyək də, şəcərəsi idi. Və Aşura günü ən dəhşətli asıb vaxtı baş verir. Hətta İmam Hüseyin deyir ki, körpələrimiz var, qocalarımız var, qadınlar var. Onlara da aman vermir zalim düşmən. Və bu gün, yəni Aşura günü sübh tezdən böyük hücum nəticəsində həmin o 72 nəfəri, bizdə 72-dirlər, yəni hamısını yox. Yəni çünki orada əsirlər də olub 10-15 nəfər. Şəhid edirlər əsas cəngavərləri, vuruşanları. İmam Hüseyin özü həmin vaxtı 56-57 yaşında olub və təqribən 30-40 nəfər əlində Zülfiqar atasının qılıncı cəhənnəmə vasil edib kafirlərdən. Nəhayət, yəni bax, nə qədər olsa cəngavərdə, amma düşmən çoxdur, zalimdir. 30 min qoşundan gəlmişdi. Şümür, oxlan, uzaqdan imamı vurur. Yəni bu böyük bir dəhşətli bir hadisədir. Və bu günlərdə 1400 il təqribən 1300-nə qədər, 1400 illər keçməsinə baxmayaraq, bütün müsəlman dünyasında həmin gün ikinci dəfə İslamın yaranması və müsəlmançılığın bərqərar olması kimi qeyd olunur. Burada ən böyük, yəni belə deyək, məktəb, böyük dərgi, böyük götürməli şey haqqın və haqqın üstündə qələbəsidir. Yəni haqq İmam Hüseyin, haqsa Yezid olub. Haqq qələbə o vaxt oldu ki, yəni Yezidin izi tozu yoxdur, Yezidin heç nəslindən heç nə qalmadı, heç vəbşə ümumiyyətlə onlardan. Amma İmam Hüseyin yaşayır, onun nəsli yaşayıb, onun bütün yəni şəcərəsi həmişə bütün o İmam Hüseyindən sonra olan imamlarımız, 12 imam hamısı hər anlamda salavat söylülür və hər birinin qəbri ziyarət olunur, böyük məqbərələr tikilib. Bu da Allah Taala'nın zülfü ilə və insanların qəlbində olan böyük bir məhəbbətlədir. İmam Hüseynin yolu ilə getmək vacibdir. Hər bir insan yaşadığı yerdən, əqidəsindən, tutduğu mövqeydən, yəni milliyyətindən mən deyərdim, hətta cinsinə asılı olmayaraq, hər bir insan haqqı deməli və haqqı tələb eləməlidir. Haqqı tələb eləməyən dilsiz şeytandır. İndi orada bir dənə epizod da deyim, yəni orada epizod deyəndə ki, bu olmuş hadisələrdən biridir. Şah İsmayıl Xətai 15-ci əsrdə gəlib keçəndə həmin o Kərbəladan deyirlər ki, burada Hürrün qəbridir. Hürr də İmam Hüseynin dostu olub, ya dediyim kimi, gəlir İmam Hüseyin üstünə qoşun başçısı olur Yezidin dəstəsində. Deyir ki, ya İmam, mən bilmirdim, sən bizə demişlər xavariclərdir. Yəni düzgün məlumat vermirlər o vaxtı, yox idi də informasiya. Güya bunlar
dinsizlərdir, bunları qırmaq lazımdır. Çünki Yezid deyirdi ki, bunlar düşmənlərdir, belə deyək. İslamın düşmənləridir. Gəldi gördü ki, bu Peyğəmbəri Sallallahu əleyhi və səlləmin oğludur və onun uşaqları ailəsi iləndir. Dedi, ya imam, mən qoşun başçısıyam, sənə əman qoruyuram, nə lazımdır edirəm, gedək Yezidin yanına, Yezidlə danışaq. Yəni o sənə heç nə edə bilməz. İmam baxdı, dedi ki, sən bilirsən nə danışırsan. Yəni sən deyirsən, mən buradan gedim Yezidin qəbuluna və bütün dünya da baxsın ki, İmam Yezidin qəbuluna getdi. O ilə də vəsiyyət qurtarır. Yəni mən onu edə bilmərəm. Gəlir evə, gələndə həyat yoldaşı soruşur ki, Hürdən, sən hardan gəlirsən? Deyir, bəs belə-belə. Deyir, get ki, nə qədər gec deyir, ondan aman istə, ondan üzr istə ki, sənə günah bağışlasın. Deyir, nə danışırsan? Deyir, sən bilirsən nə eləmişsən, sən elə bir iş görmüsən, sən getmirsən, imama demirsən ki, Peyğəmbərin nəvəsinə, Əleyhisselamın oğluna, İmam Hüseynə, sən Yezidin ayağına getkinə. Və sərçün gedir, Quranı əlinə götürür, qılıncını asır boynundan, dizini atır yerə, ağlaya-ağlaya ki, kes mənim günahımdan, mən kesilən dəstə. Elə olur ki, nizə ilə vururlar alnından və nizə şəhid olur. Nizəni çıxardır İmam Hüseyin, öz çalmasını çıxardır, qan fıskırır alnından, bağlayır ora və dəfn edir. Üstündən keçir təqribən 700 il, 800 il, təqribən bu olub 16-cı əsrdə, bu da 15-ci əsrdir. Şəxs məqsədə keçəndə deyir Hürrün qəbrinə, deyirlər şəhidlər ölmür, onlar diridir, Quranda da var. Açın qəbri. Amma deyir ki, ay şahım, sən günah edirsən, sənə olmaz, belə şeylər eləmək olmaz. Bu böyük günahdır. Getməm ona. Deyir, yox, açın qəbri. Qəbri açdırır və həmin yaşıl çalmalı alnında olur. Onu açanda qan fıskırıb bağlayır və dizini atır yerə, başlayır ağlamağa ki, mən xəta elədim, mən günah elədim. Və o gündən onun adı qalır xətai, yəni xəta elədiyinə görə və çox ondan sonra əziyyətlər çəkir, hamı bilirsiniz, yəni nələr başına gəldi. Yəni insan öz Allahını tanımalıdır, Peyğəmbərini tanımalıdır, imamlarını tanımalıdır və İmam Hüseynin yolu ilə getməlidir. Bu vacibdir, haqdır, haqq yol Allahın yoludur, Peyğəmbərin və imamların yoludur. Çox sağ olun, təşəkkür edirəm. Sabah Aşuradır, kimlər, yəni bilmirəm indi, yəni müsəlman namaz qılıb, oruç tutanlar və s. Yəni bugün imama yas saxlamaq, mən deyərdim ki, vacib əməllərdən biridir. Sağ olun, çox sağ olun.